mən orada idim. Özüm şəxsən gəldim, görüşdüm uşaqlarla. 150 nəfərdən yuxarı. Baxdım, qazilərdir. Bir dedi, müəllim, bax, ayağımda qalpa var. Biri dedi, qolumda var. Biri dedi, nə bilim, başımda var. Bu uşaqlar gəlib, istəyir ki, Rusiya ilə yəni, müqavilə bağlasın və geçsinlər müharibəyə. Dedim, bala, baxın, siz yazıqsınız, babasınız, də gündəsiniz. Dedi, nə müəllim, olsa azını ölür edir. Vallahi mən kövrəldim həqiqətən. Mən həqiqətən kövrəldim. Bunlar öz qazilərini saxlaya bilməyənlər, qaziləri 150, 200 də var olsun, 500 də var olsun. Bəli. Saxlaya bilməyənlər gedib Fransada kilsə tikir. Faciə deyilmi? Yavuşluq deyilmi? Belə şey olar. Bu nətər şeydir, başım çıxmır. Necə şeydir, heç başım... Nə qədər düşman olasan, bu işi görəsən.